Herkese salam. Necəsiz? İnşallah yaxşı olun. Çox şükür biz də yaxşıyıq. Məktəbə gedirik. Rəna məktəbə, mən işə. Çıxmışıq səhər-səhərdə. Səhər-səhər olmana baxmayın, hava qəşəng günəşlidir. Haqq olan Allah. Haqq olan Allah. Ay. Rəna məktəbi bizə çox uzaqdır. Çox uzaq. Buradan başda 1 saata yaxın yoldur. Əvvəlki avtobuslarla dəqiq 1 saat idi. İndiki avtobuslarla amma belə 35-40 dəqiqə belə elə gedir. Amma hər halda ki uzaqdır, hazırlığı da oradadır, Yeni Gəncədə, ya köhnə evimizin yanındadır, məktəbi də. Amma 4-cü sinifdir deyə mən onu o məktəbdən çıxartmaq istəmirəm. Onsuz da bu il ibtidaini bitirir. 5-ci sinifdə inşallah burada yanımızda 14 nömrəli məktəb var. Ora qoymaq fikrim var. Əgər Rəna da istəsə, Rənanın da razılığı olsa, o məktəbdən çıxardıb bu məktəbə gətirəcəm ki, özünə də rahat olsun, mənə də rahat olsun, yol da onu yormasın. İstəyirsən Rəna? Hə. İnşallah ki, elə bir niyyətim var. Çətinli bizim bu ilimizdir. Bu il bir dənə hazırlığa gedə. Çünki hazırlıq müəlliməsini çox sevir, o yandan çıxmaq istəmir. Deyəndə ki, hazırlığını da dəyişək deyir, yox. Onsuz da mən hazırlığa da bir dənə ingilis dilindən qoymaq niyyətim var. İndi bütün fənlərdən hazırlıqdadır da. İbtidai sinifdə deyə bütün fənlərdən belə deyim də ev tapşırığına hazırlıqda hazırlaşır. Amma 5-ci sinifdə öz dərslərini hazırlaşır. Bir də qoyaram 9-cu sinifdə o civarlarda qoyaram ki, universitetə hazırlaşsın inşallah. Sizin uşaqlarınız neçənci sinifi bitirir kızlar? Həyəcan varmı? Bizdə biraz həyəcan var. 4-cü sinifi bitirir. Ayrılırlar istər-istəməz. Müəlliməsi təhvil verir. Bir böyümənin bir mərhələsinə keçirlər artıq. Ona görə məndə 1 qram da həyəcan yoxdur. hə bunda bu hələ bilmir də. Bu elə bilir ki, hər şey olduğu kimi davam edəcək. Ona görə çox da həyəcanlı deyil. Amma mən nəyə yalan deyim, həyəcanlanıram. Artıq biz də tədbirimizə hazırlaşmağa başlamışıq. Rəqsləri olsun, geyimləri olsun, hamısını hazırlamışıq ki, tədbirə hazır olaq. Günaydın, 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 can. Sen burada neyiniysen? Günaydın. Gel gidelim. Gel. Hamile değilsin. Ha gel. Ay sen hamilesin. Can. Sen falan olacak. Gel. Ay kız yıkıldı. Ayağım nokta kaldı. İkimiz de öleriz. Kızlar birazdan marojna gelecek. Bunu səhər tezdən gəlib çıxartdığıma baxmayaraq yenə də daha yaxşı əriməyibdir. Bunu təmizləməliyəm ki, dondurmalar birazdan firma gətirəcək. Buraya yığılmalı. Buna qışda toyuq yığırdıq. Artıq indi toyuğu başqa yerə yığdıq. Bu dondurmanın öz xaladenikidir. Öz firmanın özü gətirib öz malını yığacaq. Lap da əritmək istəmirəm ki, su olacaq, bütün su burada qalacaq. Onu da dəsmalla təmizləmək çətindir də. Amma belə buzu belə şeylə yığacam, götürəcəm Hasana.
Yadım alışıp da yanında. So, tamamladım. Akşam neymiş? Birazdan getirip bura belə mal yığacaq firma. Aha, bitti. Çaynikı taxmışam qaynasın. Neyləyirik? Birlikdə çay dəmləyirik. Amma mən bunu gündə bir dəfə dəmləyirəm. Bax, bir dənə belə paket alıram. 1 manat 20 qəpik. O paket bunu görür. Bu da məni hardasa bir həftə falan görür də yəqin ki. Heç diqqət eləməmişəm. Amma mən bunun içinə azacıq da qara çay da qatıram. Həm dadı qəşəng olur, həm də rəngi mənə xoş gəlir. Bir stəkan dəmləyirəm, bir stəkandan bircə qırığa. Həm içirəm, həm üzümü yuyuram. Bilirsiniz, ramaşka qadın olaraq qadına, xanıma çox faydalı bir çiçəkdir. Hər tərəfdən, daxildən, xaricdən, cildi olsun, mədə bağırsaq olsun, yəni qadın olaraq hər bir şeyi yoluna qoyur. Hər bir şeyi azacıq tökürəm dəmi. Belə rənginə görə o da. Qadın olaraq bütün orqanizmiyə çox faydalı bir bitkidir, çox faydalı bir çiçəkdir. Ona görə də bunu həyatınızdan əksik eləməyin. Mən də çalışıram ki, onu həyatımdan əksik eləməyim. Bir dəqiqə çayını töküm. Geçən gündə bir stəkan dəmləyirəm. Aha, belə. Qoyuram, qəşəng belə dəm alır. O dəm alana qədər də mən mağazin işlərini biraz azaldım. Biraz paketləri filan yerləşdirim. Bunları mən eləməsəm qaqaş sağ olsun. Eləmir. Bu mənim qara çay çaynikimdir. Çaynikim, hə, balaca. Çaynik balacaya deyirlər, çaydan böyüyə. Səhv eləmirəmsə. Mən elə hamısına çaynik deyirəm. Sonra da gəlib irad tuturlar ki, o çaynik deyil, çaydandır. Magazinin xırd işlərini bitirim. Ondan sonra oturum dişə çayını içim. Səhv çayımı. Kızlar, bir de size bir şey diyeyim. Yadımdayken bunu da diyeyim size. Demek, bir dakika. Demək, mənim kanalımda çox qızlar kanal adı soruşurlar. Misal üçün biri yazır ki, falan kəs falan şey paylaşıb. O da girir deyir ki, kanalın adı nədir denən girin mən də baxım. O da kanalın adını yazır, amma deyir ki, təsdiqlənmir də. Amma xeyr. Qoyun mən sizə bunu deyim. Mənim kanalımda nəinki kiminsə şəxsi bir adamın, mənə ait bir adamın, mənə özəl bir adamın adı deyil də, ümumiyyətcə hansı kanal adını yazsanız, hansı adı yazsanız, o mənim kanalımda görsənmir. Niyə görsənmir? Çünki mən onunla argo kəlmələrə salmışam. Mənim adımdır. Başqa kanalların adlarıdır da, yəni ad olaraq, isim olaraq kanal adlarının bir çoxunu mən argoya salmışam ki, onlar yazanda düşməsin. Kanal adı ki, o avtomatik spama gedir. Onu heç mən təsdiqləsəm, təsdiqləməsəm fərqi yoxdur. Bəzi adlar məndə, bəzi kanal sahiblərinin adı olsun, öz adları olsun, mənim öz adım olsun. Bunları yazanda YouTube onu avtomatik spam edir. Çünki mən ona elə ayarlamışam. Bunu mən eləmirəm. Biri yazır ki, məsəl üçün falan kəsin kanalının adı nədir? Altından da biri girir, hamısı girir o kanalın adını yazır. Sonra da deyirlər ki, hamı soruşur, niyə cavab vermirsiniz? O yazıqlar cavab veririk, YouTube təsdiqləmir. Ona görə də mən burada kanal adı soruşmayın. Onu YouTube təsdiqləməyəcək. Mən onu elə ayarlamışam. Bunu da demiş oldum.
O içinde qalanla da üzümü yığacağım. Siz istəsəz bunu süzə də bilərsiniz, amma məni narahat eləmir, belə narahat eləmir ki, bu çökür, çökəndən sonra mən içirəm, narahat eləmir məni. Ay Allah, buranın gününə bax, nə hala düşübdü. Ondan sonra da C vitaminimi qəbul eləyərəm. İndi də gətirim Y vitaminimi qəbul eləyəm. Bunların mən sağlamlıqdan çox nə yalan deyim, cildimə görə içirəm ki, cildim yaxşı olsun. Tək ilə üzdən söhbət getmirik, üzü hər halda ki bir şeylərlə düzəldirik. Ümumiyyətcə bədən, qollardan filan da bədən qəşəng sığallı olur bunları qəbul eləyəndə. Sadece şöyle koysak Hacer. Olayı fıstığın altına koymak lazım değil. Mal para verildi. Şimdi mesele budur ki bunu her bir şöyle koysak her akşam her şöyle aparıp Ha, getirmeli. aparıp getirmeli. Sadece zararı değil o. O kaldırmazsa zararlı değil. Siz aparıp yapmak lazım ya. Kaldırıp salmak lazım. Leo kartımı itirmişdim. İndi ya mən itirmişəm, ya qaqaş itirib bilmirəm. Bir şəkildə itirmişdim, tapa bilmirdim. Amma bilirəm ki, yəni oğurlatmamışam da, itirmişəm. Çünki məbləğ olduğu kimi yerində idi. Amma mənim də orada keşbeklərim falan var idi. Yəni çox narahat idim. Getdim təzə kart çıxartdırdım. Sağ olsunlar, elə yerindəcə dəyişirlər, şeylər verirlər. Prosto bir şey də yaxşı oldu ki, mən familiyamı da dəyişmişdim. Mən əvvəl Vəliyeva idim də. Sonra Zaksdan sonra kimliyimi filan alanda dəyişdim. Atamın familiyasına keçdim, amma kartım elə qalmışdı. Vəliyeva qalmışdı. Elə yaxşı oldu ki, kartı da alanda artıq Rızayeva familiyasından aldım. Yeni kartı mənə xeyirli uğurlu olsun. İçi dolu dolu punan olsun. İnşallah. Albukun həqiqətən dadını çox xoşlayıram. Çox qəşəng dad olur. Həm də ki içi dolu dolu olur da, yəni. İstəyən olsa əlaqə nömrələri də budur. Firavun dehşet içindir ki her tuzağa karşı Allah'ın da bir planı vardı. Her yerde aradığı o bebeği Allah onun sarayına sokacak, kendi elleriyle yetiştirecekti. Oğlum mağazinə gəldi. Mən bir saatlıq şəhərdə işim var idi. Onu mağazinə qoydum. Təkrardan mağazinə qayıdacağam. Çünki axşam bizim ondan gedəsi yerimiz var. Mən restorana dəvət edibdi canım oğlum. Ondan əylənməyə gedəcəyik.
bir xanım var, çox yaxın xanımdır. Çox yaxın deyəndə, yəni biz Librav kitab yerində tanış olmuşuq. Onun burun əməliyyatı olunubdu. Onun yanına gedəcəm axşam, bir yarım saatlıq ora dəyəcəm. Ondan sonra gedəcəyik biz restorana. İstədim ki, belə meyvədən filan başqa bir dənə də yanında hədiyyə alım. Bizi kitab tanış eləmişdi. Biz kitabda tanış olmuşduq deyə istədim ki, onun üçün bir dənə kitab alım. Çox çətinlik çəkdim. Xanım çox kitab oxuyanda dedim ki, birdən alaram, təkrarı olar. Amma bilirdim ki, bir dənə kitabı yoxdur. Onu maraqlandım, onu aldım. Onun üçün ki, ona əmin idim ki, o yoxdur. Çünki aramızda elə bir söhbət getmişdi ki, o kitabı oxuyaq ikimiz də. Demişdik ki, hə, alıb oxuyarıq. Gəldim, burada tapmadım o kitabı. Getdim təzədən şeydə molda tapdım. Molda tapdım, aldım, bağlatdım. Sonra da kitabı götürdüm, qayıtdım, getdim təkrardan mağazinə. Cahan var sizdə. Cahan, sən bir baxım istəyirəm. Güya tapmısan da. Dolub. O böyük ihtimalle bizim modemdəndir. Servisten değil, modemdəndir. Modemi de Modem köhnə ola bilər də. hadi ya. 167 dolup değil mi? O da dolur, ay bakalım. Evet. Onun içinde paket, şeyin içinde, modemin içinde paket yükleyici olur. Qızlar, oğlumla gəlmişik əylənməyə, gəzməyə. Qafqaza gəlmişik. Oğlum bura məsləhət gördü bu günlərim. Bütün gün orta boyu yaptığım için ben akşam sen şey yiyeyim. Ben yemek yiyeyim. Qafqazda hər kəsə məsləhət görürəm qızlar. Buranın yeməkləri də çox qəşəngdir. Yox. Gəncə qızlara. Sponsor olsunlar sonra da sponsor olsun. Hə, buranın yeməkləri də qəşəngdir. Həm də ailəvi istirahət yeridir. Yəni ailənizlə gələ bilərsiniz, rahat-rahat əylənə bilərsiniz. Biz ailəmizlə tez-tez gəlirik. Canım oğluşum məni tez-tez bura gətirir. Allah cibinə bərəkət versin, qazancını artıq eləsin. Təzahürat istəməm. Onu qurda qaqam. Çekiş kalanı da burada. Şey, ne kurun? Evet. Komşuları. Evet, bunlarla yaşayış. Sen bu pulu aldı danışmadı. Yok. Sen hakkını, sen o matı verme ona. Yaxşı, o matı da veririk. Verme ona. Verme ha ona. Yaxşı, yok verme ona. Sen o danışmadı. Olmazsa olmazım Sezar salatını mütləq getdiyim yerdə dadına baxıram, yeyirəm. Qafqazın Sezar salatını çox yemişəm, hər dəfə gələndə yeyirəm. Çox bəyənirəm, çox xoşuma gəlir. Ümumiyyətcə mən Sezar salatını sevdiyim üçün mütləq də üstü pendirsiz yeyirəm. Məni tanıyanlar bilir ki, mən əsla pendir yemirəm. Ona görə sifariş verəndə onu vurğulayıram. Salatın üzərinə pendir səpmədən gətirirlər. Mən də demək olar ki, bir porsiyon salatı mən təkcə yedim. Çünki Qaqaş belə şeylər yemir. Qaqaş belə şeylər sevmir.
Üstəlik də qızgildə biraz atışdırmalıq eləmişdi. Maması börək filan bişirmişdi. Biraz da orada börək filan yemişdik deyə çox elə də aclığım yox idi. Amma yenə də ləzzətlə bunları da yedik. Biraz da əyləndik, dedik, güldük. Ondan sonra getdik evimizə. Gələn izləyən hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Gözəl görən gözləriniz var olsun. Növbəti vloqda, növbəti videoda görüşmək diləyi ilə özünüzə yaxşı baxın. Hələlik.